Formanı komandanın icraçı direktoru Cahangir Məmmədov kapitana təqdim edir. Qismət Aliyev Sumqayıtla maçda Bizon Azərbaycan Kubokunun 4-1 final cavab maçında Zirə heyətində 200-cü maçını keçirdi. Nömrə Thiago Silva'da 32 Qismət Aliyev kapitan. 19 Rüfət Abdullazadə, 29 Ceyhun Nuriyev, 26 Stefan Aka, 4 Ruan Renato, 28 Leroy Mikels. Ceyhun Nuriyev topa zərbdən əvvəl meydan rəqib hissəsində keçmişdi və belə indi hər şey düzgündür. Startı səsləndi və Zirə Kəpəz qarşılaşması start götürür. İlk hücum Ceyhundan ötürmə. Qarşılığı var burada. Birinci dəqiqədəcə qol vurmaya yaxındı meydan sahibləri, amma bax bu epizodda heç bir temas olmadan yıkıldı Zirənin futbolcusu, ama hücum devam edir. İlk hücumdaca hesab açmağa çok yakın oldu meydan sahibi Zirə futbolcuları. Özü getdi, keçdi bir rəqibi, ikincini de keçdi Eren Aydın. Sol cinahdan təhlükəli bir hücum Zirə komandası Eren. Cərmə meydançasında Eren Aydın ötürmə deydi, ötürmə ediyə zərbə qap. Mahmaduba. İrəli göndərilən top. Camal Cəfərov. Top ikisi. Eren top ələ keçirdi. Uzaqdan zərbə endirir və gol! 5-ci dəqiqə gözəl bir gol. Eren Aydın qarşılanmaz bir zərbə endirdi və 5-ci dəqiqədəcə hesab açılır. Çok baxımlı bir gol oldu həqiqətən. Eren Aydın fərqlənir 5-ci dəqiqədə. Zirə heyətində ilk golunu vurur Eren Aydın. Təkrarı izləyəcəyik. Qarşılanmaz bir zərbə alındı Məmməd Hüseynov üçün. Erkən bir gol. Baxaq, bax burada Eren topu ələ keçirdi və endirdi zərbə. Top qapı dirəyinə dəyərək tora daxil olur və beləcə hesab açılır. 1-0. Zirə hesabda öne keçir. Topun arxasında qismətdən ötürmə, qapı qarşı gələn top və qapıcı Məmməd Hüseynov topu götürür. Meydan sahibləri daxil edəcəklər. Az əvvəlki epizodun təkrarı Qismət Aliyevdən qapı qarşısına bir sərt ötürmə. Ruan Renato'nun toxunuşu var, amma ardınca da qapıcı Məmməd Hüseynov topu götürdü. Topu aldı rəqibdən, Konate'dən. Ehtiram Şahverdiyev. Ötürmə. Nəbiyev oynadı. Nəbiyev yenə Ehtiram istiqamətində. Ehtiram qapı qarşısına göndərdi topu. Yüksekten gelen top. Paç toxuna bilmir. Hücum devam edir. Zərbə qarşıda alındı. Növbəti zərbə imkanı var. Daha bir zərbə. Ruan Renato zərbənin qarşısını aldı. Gola çok yaxınlaşdı Kəpəz komandası, ama Ruan Renato. Renato. Thiago Silva. Və yaxşı bir hücum ola bilər indi. Mikels. Mikels təhlükəli gəldi Zirə. Qapıya zərbə Məmməd Hüseynov. Komandasını goldan xilas edir Kəpəzin qapçısı. Baxırıq bir qədər əvvəlki epizodun təkrarına. Hansı ki, bax burada gol vurma şansı oldu. Zirənin ikinci gola çok yaxınlaşdı, amma bax burada bu epizodda Fofana irəliyir. Kəpəzdən daha bir hücum. Ötürmə və gol vurma şansı varkən, amma burada alınmadı. İkinciden zərb olacaq. Qapı qarşı ötürmə olacaq. Görünən qədərilə. Belədir ki var. Və top qapıdan keçir. Rauf Hüseynli hesab bərabərləşir. Baxırıq bir daha. Sanki burada indi təhlükə var. Qapıya zərbə, amma qeyri-dəqiqdir. Belə bir şans əldən çıxır. İkinci gola çox yaxınlaşdı Zirə komandası, amma
Fit verildi. Ceyhun Nuriyev'den zərbə. Təhlükəli idi, amma azacıq dəqiqlik çatmadı. Baxaq bir daha. Topu bir qədər qapının üstündən vurdu Ceyhun Nuriyev. Zirə top ələ keçirdi. Ceyhun Nuriyev irəliyir. Ceyhun. Cinahı ötürmə. Eren. Cərmə meydançasına. Qapıya zərbə indirilir. Amma qeyri dəqiqdir. Top qapıdan aralı keçdi. Ötürmə gəldi qapı qarşısına. Qapıya zərbə indirilir və gol! Diego Verdaşka fərqləndi. Budur, izləyir episodun təkrarını. Ötən mövsümdən bu yana bu hücumu izləyib fikirlərimi tamamlayacağım. Hələ ki Zirə hücumdadır. Enrique qapı qarşısına göndərilən top. Qapçının müdaxiləsi var, amma növbəti zərbə olmadı. Küncdən zərbə yerinə yetiriləcək. Ümid topa ilk toxunuşu. Paço. Kəpəz hücumdadır. Cərmə meydançasına gələn top. Zərbə indirilir, amma top qapının üstündən keçir. Əla bir imkan idi. Thiago Silva da buradadır. Ötürmə gəldi qapı qarşısına. Zərbə və gol! Ruan Renato! Sonuncu uzatma dəqiqəsi Ruan Renato! Bərabərlik golunu vurur Ruan Renato. 2-2 olur hesab. Ruan Renato Zirənin bərabərlik golunu vurdu. Qismət Aliyevin ötürməsindən sonra. Hesabı bərabərləşdirir. Bu tur daha bir son dəqiqə gol izləyirik. Karvan Yevlax Sumqayıt maçında Karvan Yevlax son uzatma dəqiqəsində bərabərlik golunu vurmuş. İndi isə Ruan Renato Zirənin bərabərlik golunu vurur. Ruan Renato'nun mövsümdə 4-cü gol oldu. Bundan əvvəlki 3 golun hamısını penaltidən vurmuşdu. Amma bu dəfə oyundan fərqlənir və Ruan Renato mövsümdə 4-cü ümumilikdə isə 13-cü golunu vurur və finalda səslənir. Üzgündür Kəpəz futbolçuları. Sonuncu dəqiqədə qələbəni əldən verdilər. Ruan Renato Zirənin bərabərlik golunun müəllifi olur və bu maraqlı qarşılaşma 2-2 hesabı ilə başa çatır. Həqiqətən çox maraqlı bir oyun oldu və Ruan Renato dəqiq baş zərbəsi ilə sonuncu dəqiqədə bərabərlik golunu vurur və biz artıq yayımızı yekunlaşdıraq, hörmətli tamaşaçılar.